Hər birinizə salamlar. Yenə gözəl bir hava var və fürsətdən istifadə edib çıxmışam gəzintiyə. Bugün hər birinizin keçmiş Novruz bayramını da təbrik edirəm. Qarşıdan gələcək olan orucluqla bağlı Ramazan bayramınızı da təbrik edirəm. Hansı ki bayramlar önəmlidir. Baxmayaraq ki, Amerikada siz bu bayramları o qədər də təmtəraqla keçirə bilmirsiniz. Lakin ən azından bizlər də öz dostlarımızla, ailəmizlə və s. Əlimizdən gəldiyi qədər bayramımızı keçirməyə, ən azından bir süfrə açmağa çalışırıq. Bir şeydə ki, burada olduqda siz müəyyən Azərbaycanlı ailələrdəki xanımlardan onların bişirdiyi şirniyyatları və yaxud da yeməkləri sifariş edə bilərsiniz. Onlar da bu şəkildə burada öz pullarını qazanırlar, öz ailə büdcələrinə dəstək olurlar. Sizlər də burada əgər bunları, bişintiləri bacara bilmirsinizsə, onlardan alıb dada bilirsiniz. Bu günlərim sizlərlə müəyyən bir mövzu olan Amerikaya gəldikdən sonraki bu işlərdə, qazanclarla bağlı qısa da olsa danışmağa çalışacağım. Həmişə qeyd etdiyim kimi Amerikaya tək gəlmək, ailə ilə gəlmək arasında müəyyən fərqlər olur ki, bu ən əsası da sizin xərclərinizlə bağlıdır. Və mən özüm də bura yerləşdikdən sonraki mərhələdə bir neçə ailənin də bura yerləşməsi proseslərinə köməkliklərimi göstərmişəm və öz bildiyim istiqamətləri verməyə çalışmışam. Əlbəttə ki, bu insanlarda üzərində də pozitiv təsirlər olub və bu məlumatları, bu bilgiləri də sizlərlə paylaşmaq istəyirəm ki, ən azından Amerikaya gəldikdə, gəlməzdən öncə siz də müxtəlif addımları edə bilərsiniz. Təbii ki, Amerikaya tək gəldikdə bir o qədər də riskiniz yuxarı olmur. Sadəcə özünüzdən məsuliyyət daşıyırsınız. Lakin ailə ilə gəldikdə sizin hələ ingilis dilini də bilmirsinizsə, özünüzdə yanaşı uşaqlarınız və yaxud da yoldaşınızın da məsuliyyətini daşıyırsınız. Çünki biraz Azərbaycanda ki iş şəraiti Azərbaycan cəmiyyətindəki yetişdirilməyimiz Amerika ilə tamamilə ziddiyyət daşıyır və bura individuallığı sevən, hər kəsin öz məsuliyyətlərini bildiyi və qanunlar çərçivəsində də yaşanılan bir ölkə olduğu üçün müəyyən bir məsələlərdə ailə büdcəsində sadəcə evin kişisi işləmir. Hər kəs, hətta 16 yaşından etibarən, 18 yaşından etibarən uşaqlar belə öz evlərində kiraya qalmaq moduna keçirlər və yaxud da öz ayaqları üzərində durmalı olduqlarını bilirlər. Hətta bəziləri 18 yaşında artıq evlərini tərk edir və kollecini oxuyan oxuyur, oxumayanda həyatın artıq sisteminə daxil olaraq müəyyən proseduralar içərisində yaşamını davam etdirir. Azərbaycanda isə belə deyil, təəssüf ki, və yəni biz ailə canlı olduğumuz üçün ailə üzvlərimizin hər birinin bir yerdə yaşaması və yaxud da başqalarının da problemlərinin həlli məsələlərində özümüzə çox yüklənirik. Bu səbəblə Amerikaya gəlməzdən öncə də, yəni Azərbaycandakı düşüncə tərzi ilə yanaşdıqda, bura gəldikdən sonraki mərhələlərdə biraz çətinliklərlə üzləşirsiniz. Bunlardan da ən başlıcası sizin ailə ilə gəldikdə 2 qat xərcinizin olmasıdır. Yəni bir nəfərin buradakı yaşam xərcləri $3000 civarındadırsa və bu adam $3000 əlavə olaraq ayda $500 qırağa save edə bilirsə və yaxud da ki, düşünsəniz ki, minimal qazancınızın deyə bu kuryerlik, taksilik və bu tipli işlərdə $5000-$6000 civarında olduğunu düşünün. Bir nəfər ailə ilə gəlir, $6000 qazanır. Bir nəfər tək başına gəlir, $6000 qazanır. Əlbəttə ki, digərinin $6000 qarşılığındakı xərci $5000 və yaxud elə $6000 bərabər olur. Bu sizin yerləşdiyiniz ştata uyğundur. Əsasən də ailəli şəxslərdən gedir söhbət.
Digərinin isə tək başına gəldiyi üçün istənilən ştatda $3000 bir xərclərlə, bu artıq minimal xərclərdən gedir söhbət. $3000 xərclərlə öz işlərini yoluna qoyduqda artıq bu adam $3000 kənara pul qoya bilir və ümumi ilin hesabatına vursaq ayda $2000-3000-dan il sonunda $30,000-35,000 kənara bir pul qoya bilir. Digər adam isə ailə ilə gəlir və bu adam baxmayaraq ki, ikisi eyni işləri görüb eyni pulları qazanırlar. $6000-in $5000 bu adamın xərcinə gələndə $1000-dan götürsən ilin sonunda $12,000 pul qazanmış olur. Yəni burada artıq o deməkdir ki, bu adamın, yəni tək gələn adamın 3 qat qazandığı pulu ailə ilə gələn adam 3 ildə yığmalıdır. Yəni bu adamların getdiyi 1 illik yolu sən 3 illiyi sərf eləməlisən ki, bunun 1 ilinə bərabər olsun. Və təbii ki, bir müddətdən sonra artıq işlər və sənin gördüyün və qazancların ancaq xərclərlə bağlı paralel olması və hər hansı bir pul yığmamağın səni artıq düşünməyə vadar edir və sən başa düşürsən ki, artıq Amerikada fərqli bir yola getməlisən. Bunlardan da ən başlıcası, zaten sən ailənlə gəlmisənsə, öz xanımınla birlikdə bir işlərə girişməlidir və həmin şəxsi, yəni yoldaşığı artıq sən iş mühitinə istər-istəməz alışdırman lazımdır. Əgər ki, sənin yoldaşın istəməyəcəksə, sən demək ki, ailə büdcəsində müəyyən dərəcədə çətinliklər yaşayacaqsan. 3 ildən, 5 ildən sonra istədiyin pulları yığa bilməyəcəksən, qazancı əldə edə bilməyəcəksən. Bu ərəfədə sənin yaşığı da düşünsən artdığını, əvvəlki qaydada enerjində qalmayacaq və onu da nəzərə almaq lazımdır ki, hər kəs Amerikaya gəldikdə gedim də təhsil alım, özümü inkişaf elətdirim düşüncəsində olmur. Əlbəttə ki, buradakı minimal yaşantın sənin Azərbaycanda yaşantından hər zaman yaxşıdır. Amma uzun bir dönəmdə fikirləşdikdə, sən artıq Amerikaya gəlmirsən, bu qədər risk eləyirsənsə, artıq başqa işlərin arxasıca gedib də qazancını artırmaq məcburiyyətində qalırsan. Bəzi insanlar təbii ki, bunu bacara bilirlər, bəzi insanlar isə bacara bilmir və standart bir xərclər altında yaşayaraq sadəcə müəyyən bir günlərinin xərclərini qarşılamış olurlar. Bu, yəni siz kuryerlik edib də, taksi edib də və s. edib də pul qazanmayacaqsınız mənası demək deyil. İnsanlar var ki, burada taksi edirlər, taksi işləri bitdikdən sonra özlərinə taksi firmaları açırlar, Uber Black kimi limo şirkətləri açıb da daha bahalı şəkildə xidmət göstərə bilirlər. Bu da artıq sizin bacarığınızdan asılıdır və qazancınız da ona görə formalaşır. Əgər bura gəldikdə bu tipli problemləri çox da yaşamaq istəmirsinizsə, Azərbaycanda ikən artıq siz deyək ki, green card qalibisiniz və yaxud da beyninizə qoymuşsunuz ki, mən artıq Amerikaya gələcəm, bu təhsil yoluyla illegal şəkildə ola bilər və s. Mən Amerikaya ailəmlə birlikdə gedəcəm. Baxın, burada artıq düşünməli olduğunuz məsələ sizin bir ailə olaraq hər ikinizin də bura gəldikdə işlər görmək və pul qazanma bacarığınızın olmasıdır. Bunun üçün yaxşı pul qazanıla bilən sahələri araşdırma etməlisiniz və xanımlar üçün bir çox halda uyğun olan, əgər bu insanın Azərbaycandakı hər hansı bir karyerası yoxdursa, ingilis dili və s. bilmirsə, həyatının heç bir mərhələsində işləməyibsə, bu həmin insanlara aiddir. Yəni bəzi insanlar var ki, yəni öz işlərini bilirlər, Azərbaycanda da biznesdə işləyiblər, böyük şirkətlərdə işləyiblər. Mənim artıq o insanlara nəsə istiqamət verməyimə ehtiyac belə yoxdur. Həmin insanlar öz gəldikdən sonra öz yollarını bir şəkildə tapırlar. Sözüm olan isə o insanlaradır ki, bu insanlar dil bilmirlər, Azərbaycanda heç vaxt işləməyiblər, yəni ev xanımı olaraq yaşayıblar. Amerikaya gəldikdən sonra yaxşı bir işin içinə düşmək istəyirsinizsə, bunlardan ilk edilə biləcək xanımlar üçün gözəllik salonlarında işləməkdir. Çünki burada həqiqətən, bunun üçün mən ayrı da bir video çəkmişdim, gözəllik salonlarında işi bacarmırlar. Və siz Azərbaycandakı
Amerikaya köç prosesinizin 3 ayı, 5 ayı müddətində müəyyən bir investisiya edərək özünüzə gedib Azərbaycanda yaxşı bir ustaların yanında saç kəsimini öyrənə bilərsiniz, makyajı öyrənə bilərsiniz, dırnaq ustalığını öyrənə bilərsiniz və əmin olun ki, buraya gəldikdən müəyyən bir müddətdən sonra siz özünüz girib az maaşla başqa şirkətlərdə işləmək kimi yollara gedib lisenziyanızı aldıqdan sonra öz şirkətinizi aça bilərsiniz və yaxud da elə freelance şəkildə müştərinin evinə gedib baxım xidmətlərini hər hansı bir lisenziya olmadan da görə bilərsiniz. Müəyyən bir özünüzün pullarını qazana bilərsiniz. Yəni buradakı bir saç kəsimindən əldə edəcəyiniz saatlıq 25 dollar, 50 dollar nəticə etibarilə sizin də büdcənizə dəstək olacaqdır və il sonunda artıq siz həm özünüz, həm də yoldaşınız pul qazandıqda birinizin qazancı sizin xərclərinizə bəs etdikdə digərinin qazancı ilə də artıq öz ailə ekonomiyanızı formalaşdıra bilərsiniz. Yəni bu tipli məsələlər Azərbaycanda ikən bura gəlməzdən öncə qərarlar verildikdə sizin üçün daha yaxşı olur. Və əmin ola bilərsiniz ki, Azərbaycandakı ustalar Amerikadakı ustalardan 5-10 qat daha yaxşı işləri bacarırlar və burada sizi qorxuda biləcək, mən dili bilmirəm, bu işi görə bilərəmmi ki, suallarınızın da nə qədər əsassız və Amerikada insanların heç veclərinə almadıqları bir proses olduğunu görəcəksiniz. Elə insanlar işləyirlər ki, yəni gedirsən, baxırsan sadəcə biabırçı şəkildə saç kəsimlərini edirlər, baxımları edirlər və bunun qarşılığında da saatlıq pullarını alırlar. Heç müştəri bunlar üçün o qədər əhəmiyyətli belə deyil. Əmin olun ki, siz də bu şəkildə gəlməzdən öncə bu planlamaları etdikdən sonra Amerikada yaxşı bir işlər görə bilərsiniz. Bir məsələdə onu qeyd edim ki, yenə də Amerikada işləmək sizin özünüzə qoyduğunuz hədəflərdən və mindsetinizdən asılıdır. Bəzi insanlar həyatlarını gündəlik yola versin deyə yaşayırlar. Bəzi insanlar isə dişlərini sıxaraq, bütün çətinliklərin üzərində risklərini ala-ala pul qazanmağa, özlərini daha yaxşı şərait qurmağa çalışırlar. Və siz də bunun qərarını artıq Amerikaya gəldikdə verirsiniz ki, siz hansı kateqoriyada olmaq istəyirsiniz. Ya əziyyətinizi çəkəcəksiniz, bunun qarşılığında yaxşı həyat yaşayacaqsınız, ya da sadəcə günlərinizi yola verib müəyyən bir müddətdən sonra da mənim işlərim niyə belə alınmadı, niyə mən Amerikada istədiyim yerdə deyiləm suallarını da qarşı-qarşıya gələcəksiniz, qalacaqsınız. Ümid edirəm ki, bu videoda qısa da olsa sizə köməklik göstərəcək. Hər hansı bir sualınız varsa yazmağı unutmayın.